Maharaja Ranjit bu güzel parkı sağlayıp şimdi göstereceğim size. Heykel olan kişi Hindistan devletinin konstitusiyasını yazıp ve Hindistan-Pakistan əlaqələrinin qaydaya salınmasında çox mühüm rol oynayır. O vaxtki gərginliyi aradan qaldırıb və parkda yenə də əli qılınclı bir döyüşçü var, sərkərdə var. Əksində də biri var. Və təbii ki, dağın ortasında da sülh missiyasını yerinə yetirən mən varam ki, qoyumdan dalaşmağa. Dalaşmaq olmaz, sürüşmək olmaz. Sülh yolundan həll edilir. Kan tökülməz. Sülh olmayanda təbii ki, başqa yol yoxdur. Gözəl parkdır. Ümumiyyətlə, yaşıllıq bu şəhərdə olduqca çoxdur. Səliqəlidir. Çok yüksek zövqlə güzeldir bir şey. Ağaçlarda olan çiçekler mənə xüsusilə də çok güzel təsir edir ki, ağaçlar her zaman çiçekləri. Sizin təbiəti sevirsiniz ha ancaq? Təbii. Təbiət insana yaxın. Çok büyük bir güzellik. Tehlike var. Ateş.